Biz hələ ki tabesiz mürəkkəb cümlədən danışırıq və tabesiz mürəkkəb cümləni dedikdə necə tapırıq? Yenə deyirəm, textin üzərində daha çox yaxşı biz bunu mənimsəyərik. Sadəcə hələ ki elə ümumi məlumat verirəm ki, biraz anlayışımız olsun. Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr arasında müəllimə əlaqələr olur, məna əlaqələr olur. Hansılardır? Zaman əlaqəsi var, zaman əlaqəsi, sonra ardıcıllıq əlaqəsi var, sonra səbəb-nəticə əlaqəsi var, sonra deməli var qarşılaşdırma əlaqəsi, var bölüşdürmə əlaqəsi, var aydınlaşdırma əlaqəsi. İndi bunları mənimsəyək ki, sonra testdə bunu tapaq, testin üzərində göstərək. Demək, birinci başlayan zaman əlaqəsindən. Zaman əlaqəsi. Zaman əlaqəsində müəllimə, burada eyni zamanda baş verən hadisələr sadalanır. Eyni zamanda baş verən hadisələr. Zaman əlaqəsini necə tapaq? Baxıram ki, mürəkkəb cümlədir. İçində iki sadə cümlə var. Bu cümlələrin yerini dəyişirəm. Bu sadə cümlələrin yerini dəyişirəm. Baxıram ki, mənaya xələl gəlmiş. Onda bilirəm ki, bu zamandır. Zaman əlaqəsində müəllimə biz bu tabirlik və tabesizlik bağlayıcılarını yaxşı bilməliyik. Çünki tabirlik və tabesizlik bağlayıcıları mürəkkəb cümlədə bizə lazım olacaq. Yəni və köməyimizə çox yetişəcək. Bax o tabirlik bağlayıcıları, tabesizlik bağlayıcıları. Zaman əlaqəlidə nədən biləcəyik zamandır? Birinci, yolların öyrədik. Bir, cümlələrin yerini dəyişə bilərik, mənaya xələl gəlməz. İki, biz orada nə də. Bunlara deyirlər inkar bağlayıcısı. Bundan istifadə olunur. Demirəm hamısında, amma yəni olur. Həm də iştirak bağlayıcısı. Həm də. Biz bu bağlayıcılardan görsək, nə də görsək, həm də görsək, deyəcək ki, zamandır. Amma bir şərtlə. İndi bir şey var. Tabesiz mürəkkəb cümlənin içində bağlayıcı varsa, onlar tabesizlik bağlayıcılarıdır. İndi siz hədəf kitabınız var sizin? İstənilən bir vəsait var. İndi açın hədəf kitabında bağlayıcı dərsini, qoyun qarşınıza bir baxın. Görün o tabesizlik bağlayıcıları hansılardır? Bax, o bağlayıcını açın orada, köməsinin kisələrində, qoşmadan sonra ikinci mövzu. Bəli, baxın. Bax, orada var tabesizlik bağlayıcıları, bir də var tabeli bağlayıcıları. Bunları yadda saxlamaq lazımdır. Tabesizlik bağlayıcıları. Bəli, baxın, birinci tabesizlikdən başlayaq. Birləşdirmə və ilə və yaxud iləni qısaldılmışlar ilə. Sonra var qarşılaşdırma, amma, ancaq, lakin, fəqət, isə, halbuki. Eləmi? Sonra var iştirak bağlayıcıları, həm də ki. Ondan sonra hətta o cümlədən, ha belə, eləcə də, nəinki. Bəli, həmçinin. Sonra var bölüşdürmə, ya da ki, gah da ki, istərsə də və yaxud. İnkar bağlayıcısı var, nə də ki. Tabesizliyin aydınlaşdırması var, yəni məsələn. Hələ tabelliyə getməyək. Biz tabesiz mürəkkəb cümlədəyik. Tabesiz mürəkkəb cümlədə tabesizlik bağlayıcıları iştirak edə bilər. Amma bir şey var müəllimə. Bu tabesizlik bağlayıcıları da biraz belə bizi çaşdırar. Nə mənada? Tabesizlik bağlayıcısı iki evdə qonaq olur. Bir, sadə cümlənin evində. Biz onu sadə cümlədə də görəcəyik. İki, tabesiz mürəkkəb cümlədə. İndi bir şeyə diqqət eləyin. Bax, deyirəm ki, nə də görəndə, həm də görəndə bir zaman əlaqəsidir. Amma bir dəqiqə, mən birinci gərək biləm. Axı bu nə də, həm də, axı bunlar sadə cümlənin də evinə gedirlər. Bəlkə bu nə də, həm də olan cümlə bəlkə sadə cümlədir. Deməli, mən tələsməyim da, mən birinci görüm sadədirmi? Yox, sadə deyilsə, mürəkkəb cümlədirsə, onda deyəcəm, 100% bu zaman əlaqəsidir. Məsələn, indi nümunəyə baxın. Nə yazıram? Vergül. Nə yazıram? Vergül. Nə oxuyuram? Əhl-kefə. Nə yazıram, nə oxuyuram? İndi fikir verin. Nəni görürük elə? Az qalırıq deyək ki, zaman əlaqəsidir. Amma bir dəqiqə. Yazmayan da mənəm. Oxumayan da mənəm. Eləmi? Onda bu sadə cümlədir. Onda burada zaman əlaqəsindən danışmayaq. Və yaxud da mən həm yazıram,
həm oxuyuram. İndi fikir verin. Həm var. Az qalıram deyəm ki, zaman əlaqəsidir. Amma bir dəqiqə stop. Qoy görüm bəlkə sadə cümlədir. Yazan da mənəm, oxuyan da mənəm. Onda sadə cümlədir. Onda sadə cümlədir. Deməli, diqqətli olaq. Amma indi mürəkkəb cümləyə baxaq. Məsələn, nə? Mən onu dindirirəm. Virgül. Nə də o məni dindirir. Hə, baxın indi. Dindirməyən mənəm. Dindirməyən odur. Bax, nə edirəm? Dindirirəm. Kim mən? Bu bir mübtəda xəbər. Nə edir? Dindirir. Kim o? İkinci mübtəda xəbər. Hə, bax bu zaman əlaqəli tabiiz mürəkkəb cümlədir. Nələri görürsünüzmü? Hə, bu zamandır. Deməli, və yaxud da ilə bağlı. Yenə də bağlayıcıdır. Yenə də tabiizlik bağlayıcıdır. Yenə də inkar bağlayıcısıdır. Sadəcə demək istədiyim odur ki, məsələn, tutaq ki, beyninizə yedirəm ki, bəli, deyirəm ki, yəni o zaman əlaqəli tabiisiz mürəkkəb cümlə deyil. Məsələn, tutaq ki, imtahanda deyir ki, 5 variant verir, deyir ki, hansı nümunədə zaman əlaqəli tabiisiz mürəkkəb cümlə var? Elə. Və yaxud da hansı tabiiz mürəkkəb cümlədə hadisələr eyni zamanda baş verir. Və elə dolayı yolla deyir ki, zaman əlaqəsini göstər də. Onda diqqətli o dediyi yadına düşür ki, müəllim demiş ki, nə-nədə olanda zaman olur. Həm-həmdə olanda zaman olur. Amma bir dəqiqə, müəllim işin bu tərəfində deyibdi ki, ehtiyatlı ol. Həmin o güvəndiyin nə-nədə, həmin o güvəndiyin həm-həmdə, hansı ki, sən onlara güvənib zaman əlaqəli tabiiz mürəkkəb cümlə demək istəyirsən, onlar sadə cümlənin də içində olur, ha. Sualın şərtində səndən mürəkkəb cümlə istəyir axı. Bax, bunu demək istəyirəm. İndi demək ki, nə yazıram, nə oxuyuram, bunun ikisini də eləyən mənəm. Onda bu sadə cümlədir. Onda olmaz ona mürəkkəb cümlə demək. Amma nə mən onu dindirirəm, nə o məni dindirir. Burada iki mübtəda, iki xəbər var. Hə, bax bu zaman əlaqəli tabiisiz mürəkkəb cümlədir. Yəni eyni zamanda nə o məndən danışır, nə də mən ondan danışıram. Və yaxud da həm yağış yağır, həm külək əsir. İndi fikir verin. Yağan yağışdır, əsən küləkdir. Bax, bu zaman əlaqəli tabiiz mürəkkəb cümlə. Həm də var, düzdür? Düzdürmü? Və iki mübtədası, iki xəbəri var. Deməli, bax, bu zaman əlaqəsidir. Bu zaman, bəli, düzdür. İndi misal üçün, bax, deyirəm ki, nə dayımgilə gedirəm, nə əmimgilə gedirəm. Sadə cümlədir, yoxsa zaman əlaqəli tabiizsizdir. Bəli. İkisini də eləyən mənəm. İkisini də eləyən mənəm. Düzdür? Nə müəllim məndən dərs soruşdu, nə mən ona sual verdim. Bəli. Çünki soruşmayan müəllimdir, sualı da verməyən mənəm. Düzdür? Bəli. Yəni, mən həm atamı, həm anamı çox istəyirəm. Bəli, çünki ikisini də eləyən mənəm. Bəli, ikisini də eləyən mənəm. İndi, məsələn, deyirəm ki, bugün həm əmimgil bizə gəlib, həm də dayımgil bizə gəlib. Hə də, çünki, bəli, ayrı-ayrı mübtədaların ayrı-ayrı xəbərləri var, bəli. İndi qulaq asaq. Bir də, müəllimə, belə bir şey də deyim. Məsəl üçün, deyirəm ki, ümumiyyətlə, mürəkkəb cümlədən danışanda, bax, deyirəm ki, məsələn, Rəna oxudu, elə, sonra dincəldi. Sadə cümlədir, mürəkkəb cümlədir. Əlbəttə, oxuyan da Rənadır, dincəlir. Elə, amma indi ikinciyə baxın. Deyirəm ki, Rəna oxudu, sonra o dincəldi.
Baxın müəllimə, artıq bu mürəkkəb cümlədir. Deyərsiniz ki, niyə? Axı oxuyan da Rənadır, dincələn də Rənadır. Amma bir dəqiqə. Nə etdi? Oxudu. Kim? Rəna. Bu bir mübtəda xəbər. Nə etdi? Dincəldi. Kim? O. İkinci mübtəda xəbər. Deməli, bu mürəkkəbdir. Deməli, bu mürəkkəbdir. Çünki 2 qrammatik əsası var. Hə? Bəli, bax buna da diqqət eləyək, çünki 2 qrammatik əsası var. Hə, tabiiz mürəkkəb cümlədə zaman əlaqəsi olur. Biz bunu dedik. Hə, özünüzdə qeydlər aparın da necə tapacağıq zamanı. Ya orada nə də olacaq, ya həm də olacaq, ya da cümlələrin yeri dəyişə biləcək. Məsələn, bax deyirəm ki, Azərbaycanın təbiəti də gözəldir. Vergül. İnsanları da xeyirxahdır. Bax, gözəl olan təbiətdir. Xeyirxah olan insanlar. Gəlin cümlələrin yerini dəyişək. Gəlin cümlələrin yerini dəyişək. Azərbaycanın insanları xeyirxahdır, təbiəti gözəldir. Nə görürsünüzmü? Cümləmizə xələl gəlmədi. Hə? Deməli zamandır. Zamanda cümlələrin yerini dəyişirsən, mənaya xələl gəlmir. Mənaya xələl gəlmir. İkinci əlaqə ardıcıllıq əlaqəsidir. Ardıcıllıq. Bu zamana oxşuyur. Burada hadisələr ard-arda baş verir. Biri, elə bir sətərdə 1 dəqiqədə olsa, nə bilim, 20 saniyədə olsa, nəsə bir vaxt keçməlidir da aradan. Ard-arda baş verir hadisələr. Məsələn, ta ki deyirik ki, qapı açıldı. Məsələn, deyək ki, müəllim sinfə daxil oldu. İndi fikir verin. Birinci qapı açılar, sonra müəllim sinfə daxil olar, düzdürmü? Hadisələr bu ardıcıllıqdır. Bəzən şagirdlər deyir ki, ay müəllim zamandır da, axı eyni zamanda qapı açıldı, həmin dəqiqədə müəllim içəri girdi. Axı, gəl onda zamandırsa cümlələrin yerini dəyişə bilərik. Amma bir şərtlə, gərək mənaya xələl gəlməyə. Gəlin cümlələrin yerini dəyişək. Bax, birinci bir cümləyə baxırıq. Bax, disnətərdə, hə, yaxşı. Bax, birinci birə baxaq da. Qapı açıldı və biz başa düşdük ki, daxil olan kimdir? Müəllim. Elə müəllimdir. İndi yaxşı, gəlin yerini dəyişək. Müəllim sinfə daxil oldu, vergül, qapı açıldı. Mənaya xələl gəlir. Onda belə çıxır ki, qapını açan başqa adamdır kimdirsə. Hə? Axı, bayaqdan qapı açıldı, içəri girən müəllim idi. Amma indi yerini dəyişəndə müəllim sinfə daxil oldu, qapı açıldı, artıq başa düşür ki, kimsə deməli müəllim içəridə axı, deməli kimsə başqa adam gəlir. Müəyyən qədər mənaya xələl gəlir. Demək onda ona zaman demək olmaz. İndi mən deyim siz tapın, zamandır yoxsa ardıcıllıqdır. Avtobus dayandı, sərnişinlər endilər. Təbii ki, birinci avtobus dayanar, sonra insanlar oradan enərlər. Müəllimə, bunların içində ən çətini, ən çaşdırıcı zamandır, ardıcıllıqdır, səbəb nəticədir. Bunlar bir-birinə oxşuyur. Problemi də yaradan ortada qalan o ardıcıllıqdır. Məsələ belədir ki, ardıcıllıq zamana da oxşuyur. Uşaqlar onda çaşırlar. Bir də həmin o ardıcıllıq səbəb nəticəyə oxşuyur. Səbəb nəticədə belədir. Amma bunun asan yolları var, deyəcəm. Səbəb nəticədə belədir. Birinci cümlədəki iş səbəbi bildirir, ikinci cümlədəki iş nəticəni bildirir. Bəli, ikinci cümlədə mütləq nəsə o işdən doğan bir nəticə olmalıdır. Amma ardıcıllıqda mütləq nəticə olmalıdır deyə bir şey yoxdur. Amma müəllimə, bunun bax qoy birinci nümunələr deyil, sonra izahını verin, bir də qaydaq həmin nümunələrə. Gəlin sizə belə bir sual verin. Hava qaraldı, lampalar yandı. Fikirləşin, sizcə bu ardıcıllıq olar ki, məsələn, deyəm ki, bax, birinci hava qaraldı, sonra lampalar yandı. Belə deyim, yoxsa deyim ki, hava qaralmasaydı lampalar yanmazdı. Fikirləşin, hava qaraldı, lampalar yandı. Hələ ki, siz öz variantınızı deyin. Ardıcıllıq yoxsa səbəb nəticə? Aha, siz səbəb nəticə dediniz. Əla, olsun, gözləyək hələ. Aha, başqa bir nümunə deyirəm. İt güldü, qoca diksindi. Qoca diksindi. Hə. Bu da səbəb nəticə. Bir dənə də cümlə deyirəm. Məsələn, deyirəm ki, qonaqlar getdi, ana süfrəni yığışdırdı.
Aha, bu ardıcıllıq oldu. İndi birində deyirəm. Şoru tökürsən ağacın dibinə, ağac quruyur. Qulaq asın. İndi mən yolunu öyrədim, asan olacaq. Baxın. Müəllimə, biz siz nəyə diqqət eləyin? Bir-birlərinə çox oxşayırlar. Qoy birində deyim ondan sonra. Bax, işıqların qırmızı işığı yandı, maşınlar dayandı. Ardıcıllıq yoxsa səbəb nəticə? Bəs yaxşı, mən də belə deyəcəm. Deyəcəm ki, axı qırmızı işıq yanmasaydı o maşınlar dayanmazdı. Deməli, bəs onda nə deyərsiniz? Bax müəllimə, belə deyim sizə, necə fərqləndirək. Həmişə ikinci cümləyə baxın. Mürəkkəb cümlə daxı içində 2 dənə sadə cümlə var. Müəllimə, o ikinci cümlə anidən gözləmədiyimiz anda baş verirsə, səbəb nəticədir. Yox, o ikinci cümlə şuurlu şəkildə, yəni biz bunu gözləyirdik da, bu belə, yəni bunu insan onda olur ardıcıllıq. İndi gəlin təzədən başlayaq. Qonaqlar getdi, ana süfrəni yığışdırdı. Bəli, şuurlu şəkildə insan qonaq gedər, bu da durar yığışdırar. Bəli. İndi baxın, it hürdü, qoca diksindi. Əlbəttə. Biz də elə o qoca oturub gözləyirdi ki, incə it hürəcək, mən də diksinəcəm. Bu bunu gözləmirdi. Onda bu səbəb nəticədir. Hə? İndi baxın, hava qaraldı, lampalar yandı. O vaxtı işıq yox idi, amma yazıq insanlar hava qaralanda gedib lampa yandırırlar. Biz də, hə. Hə. Şuurlu şəkildə insan başa düşür ki, hava qaralıb, durub gedim lampanı yandırım. Hə? Bəs yaxşı, hava qaraldı, yağış yağdı. Niyə gözləmirsiniz? Hava qaralanda gözləmirsiniz ki, yağış yağar? Niyə? Axı adətən hava qaralırsa, bulut gəlir də, qara bulut gəlir. Davamı ilə də yağış yağır. Yəni biz bunu gözləyirik axı. Ha, yox. Aha, oldu mu ardıcıllıq? Ardıcıllıq oldu mu? İşıqların qırmızı işığı yandı, maşınlar dayandı. Bəllidir. Deməli bu ardıcıllıqdır. Hə? Aha. Bax bu formada tapırıq. İndi nümunələr üzərində danışacağıq. Birazdan testin üstündə göstərəcəyik də nümunələrlə. Aha, deməli bu oldu ardıcıllıq. Və misal üçün müəllim Rənanı danladı. Rəna pis oldu. Çünki o qız oturub gözləmirdi ki, incə pis olacaq. O nə bilsin, gəl müəllim danladı da pis oldu. Düzdür? Bəli. Məsələn, deyək ki, gecə səhərə kimi qar yağdı, yollar buz bağladı. Yox, o yol oturub gözləyir ki, incə olacam, sürüşkən. İncə qar yağacaq, mən də sürüşkən olacam. Yazıq yol onu gözləyir. Özümüzdən danışmayaq. O işi görən, o ikinci tərəf, o onu eləyən yol deyil, biz deyilik, biz gözləyək. Belə yanaşaq. Düzdür. O yol yazıq gözləmirdi da ki, o qəfil qar yağdı, yollar buz bağladı. Deməli, bu səbəb nəticədir. O qar yağmasaydı, yollar da buz bağlamaz. Səbəb nəticədir. Aha. Sonra gəlir aydınlaşdırma əlaqəsi. O asandır müəllimə. Aydınlaşdırma əlaqəsində qoşa nöqtə olur. Bundan tapacağıq. Qoşa nöqtə. Və yaxud da nöqtəli vergül olacaq. Onda biləcəyik ki, aydınlaşdırmadır. Orada ikinci cümlə birinci cümlədəki fikrə bir aydınlıq gətirir. Məsələn, tutaq ki, deyirəm ki, onun işi asan idi. Qoşa nöqtə. Sonra yazıram ki, qəzetləri paylayırdı. Asan olan onun işidir. Paylayan odur. İndi nə olsun ki, mübtədası yoxdur. Buraxılıbdır da mübtədası. Amma fakt asan olan işdir, paylayan odur. Mürəkkəb cümlədir. Və burada ikinci cümlə, birinci cümlədəki ümumi məzmuna bir aydınlıq gətirir. Məsələn, onun işi asan idi. Bir aydınlıq gətirir. Bu adam nə iş görür? Niyə asandır? Qəzetləri paylayır. Aydındır mı? Və yaxud da elin adəti var. Qoşa nöqtə.
Gəlin gətirəndə ayağının altında qurban kəsərlər. Elin adəti var, aydınlıq gətir. Nədir bu adət? Gəlin gətirəndə ayağının altında qurban kəsərlər. Olur orada qoşa nöqtə və yaxud nöqtəli vergül. Bununla tapacağıq. Bununla. Tək bircə şeydə diqqətli olun. Əgər qoşa nöqtədən sonra həmcins üzvlər gələrsə, onda olur ümumiləşdiricinin qoşa nöqtəsi. Axı belə bir şey var həmcins üzvlərdə. Məsələn, hamı qoşa nöqtə, tutaq ki, atası, anası, bacısı, qardaşı onu axtarırdılar. Bax, burada qoşa nöqtədən sonra həmcinslər görəndə oca deməyin ki, aydınlaşdırma əlaqəli tabiiz mürəkkəb cümlədir. Bir dənə bu sizi çaşdıra bilər. Bunda diqqətli olun. Qoşa nöqtədən sonra həmcinslər varsa, demək o aydınlaşdırma əlaqəli tabiiz mürəkkəb cümlə deyil. Qarşılaşdırma da asandır. İndi yenə deyirəm, qısa məlumat verirəm ki, əsas testin üstündə tətbiq eləyə bilərik. Qarşılaşdırma da asandır. Orada da iki iş qarşılaşdırılır da, yəni ziddiyyət var. Mən gəldim, amma sən gəlmədin. Görüşü ziddiyyət var. Düzdür? Ziddiyyət var. Məsələn, hava qaraldı, amma yağış yağmadı. Ziddiyyət var. Qarşılaşdırmadır. Açarı istədim, vermədi. İstəyən mənəm, verməyən odur. Ziddiyyət var. Qarşılaşdırmadır. Heç gəlmirsən bulaq üstə, gündə 100 yol gəlirəm mən. Mən gəlirəm bulaq üstünə, sən gəlmirsən. Ziddiyyət var. Ziddiyyət var. Bəli. O pis uşaqdır, valideynləri yaxşı adamdır. Ziddiyyət var. Məzmunda ziddiyyət var. Bu qarşılaşdırma. Və nəhayət bölüşdürmə. Bölüşdürmə bağlarlarını xatırlayaq. Ya da ki, bəli, ya da ki, gah da ki, istərsə də və yaxud və s. Aha. Bu bölüşdürmə əlaqəli tabiiz mürəkkəb cümlədə bax əsas bunlar olur. Ya da gah da. Müəllimə, ya da bağlayıcısı olanda deyəcəksən ki, iki işdən biri mümkündür. Nə deyəcəyik? İki işdən biri mümkündür. Hə. Məsələn, ya sən bizə gəlməlisən, ya mən sizə. Bir də siz necə? İki qoçun başı bir qazanda qaynamır da. Yəni ikimiz olmaz. İkindən biri. Amma gah-gahda olanda orada növbələşir. Məsələn, gah yağış yağır, gah gün çıxır. Yəni növbə ilə də gah belə olur, gah belə olur. Gah biz onlara gedirik, gah onlar bizə gəlirlər. Növbə ilə olur işlər. İndi amma yenə də axı biz demişik, bax bayaqlarımı amma dedik də o qarşılaşdırmada amma ancaq lakin qarşılaşdırma bağlayıcı. Yenə deyirəm, bax bir də deyirəm. Zaman əlaqəli də nə də həm də olur. Ola da bilər, olmaya da bilər də, indi ola bilər. Qarşılaşdırmada amma ancaq lakin fəqət isə qarşılaşdırma bağlayıcıları ola bilər. Bölüşdürmədə ola bilər deməyəcək, bölüşdürmədə mütləq olur, bağlayıcısız olmur o. Bölüşdürmədə ya da gah da olur. Yəni bu mütləqdir. Məsələn, digərlərində ola da bilər, olmaya da bilər, amma bölüşdürmədə bu bağlayıcılar mütləq olur. Olur. Ya da gah da. Hə, indi harda ya da, harda gah da görsəm bölüşdürmə deyə bilmərəm. Harda nə də görsəm zaman deyə bilmərəm. Harda həm də görsəm zaman deyə bilmərəm. Harda amma ancaq lakin görsəm qarşılaşdırma deyə bilmərəm. Axı niyə? Çünki o bağlayıcılara etibar yoxdur. O bağlayıcılar sadə cümlələrində ola bilər. Yəni, baxın, tutaq ki, deyirəm ki, bax, ya da görəndə, gah da görəndə deyirəm bölüşdürmədir. Amma bir dəqiqə, bəlkə o sadə cümlədir. Məsələn, ya nənəmgilə gedəcəm, ya əmimgilə. Bunun ikisini də eləyən mənəm, bu sadə cümlədir. Düzdür? Mən gah gülürəm, gah ağlayıram. Bunun ikisini də eləyən mənəm. Buna bölüşdürmə deyə bilmərsən. Gəldim, amma səni görmədim. Gələn də mənəm, görməyən də mənəm. Buna sən deyə bilmərsən. Yəni, bu sadə cümlədir. Sən buna qarşılaşdırma deyə bilmərsən. İndi, zəhmət olmasa gəlin, testi açaq, səhifə 123-ü açın toplulda, ikinci səhv toplulda səhifə 123-ü açın, bir-iki dənə nümunə üzərində göstərək. Sonra mən dayandırım bu zapisi. Qalanını özümüz eləyək. Bir dənə baxın. Mən deyəcəm, hansını desəm, siz onu tapın. Yaxşı, hələ dayandırmırıq, hələ baxırıq. Bir-iki nümunə də deyək, yaxşı müəllimə, hələ zapisi dayandırmayın. Müəllimə, testə baxın, baxırsınız testə. Səhifə 123-ü açın.
Yox, hələ qalsın. Yenə deyirəm, hamısına baxacağıq. Hələ ki, bu bildiyimizi tətbiq eləmək üçün mən suallar verəcəm. Sonra hamısına baxacağıq. Bir dəqiqə. Bir dənə ikinciyə baxın. İkinciyə baxın. Hı hı. Hı hı. İşarəyə baxın. Ortadakı işarəyə baxın. Onda bu nədir? Aydınlaşdırma. Aydınlaşdırma. İndi birinciyə də baxın. Yaxşı, siz bayaq birinci dediniz. Birinciyə də baxın. Görünmür. Hı hı. Əla, bəli, aydınlaşdırma. Düzdür, düzdür, düzdür. İndi, dördüncü tapşırığı xüsusi başa salacağam, o hələ gözləsin bizi. Beşinciyə bir dənə baxın, beşinciyə baxın. Müəllimə, baxın, niyə ardıcıl? Bax, əgər o yağış yağmasaydı gölməçələr yaranmazdı axı. Bəyəm elə o sahə oturub gözləyir, deyir, bu dəqiqə yağacaq, mən də buranı bir gölməçəlik dolduracam. Belə şey yoxdur axı, o gözləmirdi, o anidən oldu. Yəni, axı o yağış yağmasa o gölməçə əmələ gəlməzdi. Təbii ki, bu səbəb nəticədir. 6-ya baxın görək, 6-ya baxın. Hı hı. Yox, 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 bir dəqiqə. Kim gözləyir be? Müəllimə, müəllimə, baxın, bax, kənddə axşamüstü at kişnərtisi, malqara səsi ətrafa yayılır. Hər evin qapısına samavar tüstülənirdi. Hesab edin girmişik kəndə. Bir tərəfdə at kişnərtisi gəlir, bir tərəfdə malqara səsi, bir tərəfdə samavar tüstülən. Eyni zamanda deyilmi? Eyni zamanda deyilmi? Tamamdır. Gəlin cümlələrin yerini dəyişək. Kənddə malqara səsi ətrafa yayılır, hər evin qapısında samavar tüstülənir, axşamüstü at kişnərtisi yayılır. Yəni mənaya xələl gəlmədi ki? Gəlmədi. Düzdür? Ha. İndi bir dənə 7-nin D-sinə baxın. 7-nin D-sinə. O hansı əlaqədir? Hı hı. Yox, ziddiyyət var müəllimə. Adamın gözünü tüstü acıdır, amma adam ona əhəmiyyət vermir. Ziddiyyət var. Özü orada ancaq bağlayıcısı var. Yox, qarşılaşdırma. Ziddiyyət olanda nə olur? Qarşılaşdırma olur. Qarşılaşdırma. Bəli. Gəlin 8-in E-sinə baxaq. 8-in E-sinə baxın. Öyrənərsiniz. Amma elə bir adama biraz çətin gəlir. Get-gedə testlər üzərində daha gözəl olacaq. Təbii ki, yəni çətin bir mövzu deyil. Hı hı. Qızıl güllə tərin oxşayan yanaqları solmuş, ancaq qara elə burda ancaq bəs eləyir də bizə. Ancaq qarşılaşdırmadır, amma ancaq lakin qarşılaşdırma bağlayıcılıqdır. Bəli. Aha, 11-ə baxın, 11-ə bir dənə baxın, cümləni oxuyuruq. Könlüm yaz istəyir, talih qış deyir. Hı. Mənim könlüm yaz istəyir, amma talihim qış deyir. Təbii ki, qarşılaşdırmadır da, qarşılaşdırmadır. 14-ə baxın görək, 14 nədir? Hı hı. Müəllimə, demişik nə olanda nə olur? Zaman.
Zaman olur. 16'ya gəlin bax. Az qalıb 80-ı tamam edim mən. Sən indi yazırsan əhli şər məni. Sən indi yazırsan əhli şər məni. Az qalıb 80-ı tamam edim mən. Sən indi yazırsan əhli şər məni. Təbii ki, bəli. 17-yə baxaq. Heç gəlmirsən bulaq üstə. Gündə 3 yol gəlirəm mən. Bəli, yenə qarşılaşdırmadır, düzdürmü? Yenə qarşılaşdırmadır. Aha. İndi bir ikisini şifahidən verirəm. Bax, alim olmaq asandır, adam olmaq çətindir. Asandır, adam olmaq çətindir. Təbii ki. Məsələn, deyirəm ki, nə yağış ara verir, nə də fəhlələr işi dayandırır. Nə də. Nə də olanda zaman olurdu. Zaman olurdu, bəli. Şaxta şiddətlənir, yollar buz bağlayırdı. Axı o şaxta şiddətlənməsəydi, o yollar da buz bağlamazdı. Nəticə, bəli. Ac bayıra qaçar, yalavac evə girər. Qarşılaşdırma, ziddiyyət, qarşılaşdırma. Bəli, qarşılaşdırma. Sonra buludsuz göyün üzündə ulduzlar görünür. Ay ətrafı işıqlandırırdı. Yəni həm ulduz görünür, həm də ay ətrafı işıqlanır. Həm də nə də olanda nə deyirdik? Zaman, düzdür. Gah narın yağış yağır, gah günəş görünür. Ya da gah da olanda nə olurdu? Bölüşdürmə. Nə də həm də olanda zaman, ya da gah da olanda onda olur bölüşdürmə. Amma ancaq lakin olanda və yaxud da özümüzdən artıranda olur qarşılaşdırma. Məsələn, mən onu çağırdım, o mənə əhəmiyyət vermədi. Qarşılaşdırmadır. Toyxanada musiqi səsi ucalır, yeməklərin qoxusu ətrafa yayılırdı. Niyə? Axı mən məsələn eyni zamanda bir tərəfdən yemək iyi vurur, toya girmişik. Bir tərəfdən də mahnı səsi eşidirik. Ard-arda baş vermir axı. Eyni zamanda olur. Zaman. Yaxşı. İkinci Dünya müharibəsi başlamış, əhalinin vəziyyəti pisləşmişdi. Yox, yox. Əhalinin vəziyyətinin pisləşməsinin səbəbi var. İkinci Dünya müharibəsi başlayıb axı. Əgər o müharibə başlamasaydı, o insanların da vəziyyəti pisləşməzdi. Onda olur səbəb nəticə.